Psixologiyaya görə insan nə qədər çox evdə qalırsa, çölə çıxmaq istəyi o qədər azalır. Bu müddət artdıqca hər şey daha ağır gəlməyə başlayır. Özünü evdə dinləndiyinə inandırır, amma zamanla yaşam enerjisi tükənər, beyni yorular, düşüncələri çoxalmağa başlayır. Buna psixologiyada zehinsel ruminasiya deyilir. Zehnin keçmişə ilişib qalması, gələcəkdən narahat olması və bugündən yorulmasıdır. Mesajları açar, oxuyar, amma heç birinə cavab vermədən telefonu söndürər qoyar. Soyuducudan nəsə almaq üçün gedər, amma nə alacağını unutduğu üçün o qapını heç açmamış kimi bağlayar çıxar. Bu insanlar üçün diş fırçalamaq belə çox ağır bir iş kimi görünür və özlərinə bir sıra planlar qursalar da, duş alacağam, kitab oxuyacağam, yemək yeyəcəm kimi, amma günün sonunda yorğana bürünmüş və özlərini ekran qarşısında tapırlar. Bu bir tənbəllik deyil, bu zehnin, sinir sisteminin həyatda qalma modudur. Və bu döngü nə qədər uzun müddət davam edərsə, normal qalmaq o qədər yad gəlməyə başlayır.